Sabaha G1 səviyyəli geomaqnit qasırğası olması ehtimalı var. G1 səviyyəli qasırğa KP indeksi 5 və daha yuxarı olanda müşahidə olunur. İnsan sağlamlığına təsirinə qaldıqda isə fikirlər haçalanır. Yəni bir qrup dəstəkləyir ki, həqiqətən geomaqnit sahəsinin aktivliyi insanlara təsiri var, səhhətinə, yəni fiziki olaraq. Bir qrup araşdırmaçılar isə yəni əksini iddia edirlər ki, yəni bizim araşdırmalarımızın nəticəsi olaraq elə bir təsirin olduğu aşkar olunmamışdır. Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşlarının da bu sahədə araşdırmaları olmuşdur. Onların araşdırmalarına əsasən də yəni geomaqnit qasırğalarının insan sağlamlığına, səhhətinə təsiri var və statistik araşdırmalara əsaslansaq, qasırğalar zamanı insanların ürək-damar şikayətləri, yəni statistikası artmağı görünür. Qasırğalar 2-3 gün müddətində baş verir, amma zəif qasırğa olsa, ola bilsin ki, sutka ərzində, yəni G1 səviyyəsinə yüksəlmələr olsun və sakitləşsin. Çünki biz ayın sonuna dək sakit kosmik hava şəraiti gözlənir. Yəni proqnoz hələ ki elə göstərir.